İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'du. Deməli qardaşlar, ismi mövsulları götürdük. İndi hər bir mövsulun mənası tamamlanması üçün ona silə lazımdır. Silə yəni vasilə sözünü, yəni birləşdirmək, yəni tamamlaması üçün cümlə lazımdır. O cümləyə silə deyirlər. Silətül mövsul deyirlər. Mövsulun siləsi. Və mufrad kəlmə lazım deyil. Yalnız cümlə lazımdır. Cümlədir ki, ya dedik ki, şibhi cümlə olur, ya ismi, ya fe'li cümlə olur. Şibhi cümlədə keçən dərslərdə demişdik ki, ya zərflə olur, ya cər məcrurla olur. Hər bir halda yəni bu cümlələrdən biri olmalıdır. Amma həmçinin orada o cümlənin içində ismi mövsula qayıdan damir olmalıdır. Ona damir-ü aid deyirlər, qayıdan damir deyirlər. Bəzən o damirin düşməsi caizdir, onun müəyyən deyək ki, şərtləri var. İnşallah indi beyti götürdükcə məsələlərə toxunarıq inşallah. Və 96-cı beytdə və kulluha yelzemu ba'dahu silah ala damirin laikin müştəmilə. Və kulluha, yəni bu mübtədadır və yelzəmudan axıra kimi hamısı əslən, yəni xəbərdir. Və kulluha, yəni ismi mövsulların hamısı. Yəni kullu ismi əsmail mövsul yəni. Yelzəmu bə'dahu silə. Yəni özündən sonra silə istəyir. Yəni silə gəlişir. Burada yelzəmu feildə silə onun failidir. Yəni özündən sonra ala damirin laikin müştəmilə. Ala damirin laikin müştəmilə. Yəni özündən sonra uyğun damir şamil olan sıla lazımdır. Özündən sonra uyğun, yəni layiq, yəni uyğun damir əhatə, yəni şamil olan sıla lazımdır. Uyğun deyəndə, yəni cinsə görə və yaxud da cəmə görə. Yəni müzəkkər, müənnəs, müsənnə, yəni o cəhətdən, yəni layiq. Deməli gətirir, el-mevsulat kulluha harfiyyə, kânət əv ismiyyə. Mevsulat hamısı deyir, istər hərfi olsun, istər ismi olsun. Yelzəmu ən yəqa bə'dəhə sılatun. Sılatun tübeyyinu mə'nəhə. Yəni onlardan sonra lazımdır ki, yəqa olsun, işlənsin sılə. Necə sılə? Mənasını açıqlayan silə. Burada tübeyyinu silənin natıdır. Və yuştaratu fi silətil mevsul ismi ən təştəmilə ilə damirin ləq bil mevsuli. Və silətil mevsul, ismi mevsulların siləsində şərtdir ki, təştəmil, şamil olunsun nəyə? Mevsula uyğun olan damir orada yəni işlənsin. İn kânət mufradan mufrad. Yəni silə-i mevsul mufraddırsa silədə damir aiddə mufrad olmalıdır. Və in kânə müzəkkərun fə müzəkkər. Kişi cinsi, kişi cinsi. Və in kânə qayrəhumə fə qayrəhumə. Əgər digər şeysə onda digər olmalıdır. Nəhvə cəənilləzi darabtuhu. Və kəzəlikə müsənnə vəl-məcmu. Yəni cəəni əlləzi darabtuhu, hu qayıdır. Hara? Həmin əlləziyə. Və kəzəlikə müsənnə.
İkilikdə də həmçinin, məcmui cəmdə də həmçinin. Cəəni əlləzəni darabtuhumə. Yəni sən cəəni əlləzi darabtu deyə bilmərsən. Çünki ona qayıdan bir damir olmalıdır. Sonra vəllezine əgər cəmdədirsən, güya ki cəəni ilə işlədirsən, darabtuhum, yəni hum qayıdır əlləzinəyə. Və kəzəlikə müənnəs. Təqulu cəət əlləti darabtuha vəllətəni darabtuhumə vəlləti darabtuhunnə. Və qad yakun el-mevsul lafzuhu mufradan muzakkar və mənahu müsənnə əv məcmuən əv gayrəha. Bəzən deyir mevsul ləfsi mufrad müzəkkər olur. Yəni ilk baxışdan el olur. Misal üçün mən kimi. Mən kimi. Və bunu misal üçün dairəyə alıram. Aşağıda nəhv mən var. İndi məndə aşağıdadır. İndi sizdə çatdırmıram harada. Həmin bu mənə, mən və yaxud da mə ismi mövzulardan söhbət gedir. Yəni zahirən mufrad müzəkkərdir da. Və mənahu müsənnə əv məcmuən əv gayrəhumə. Ola bilər. Zəlikə nəhv mən və mə İzə qasaddə bihimə qeyri mufrad el-muzakkar. Fəyəcuz, əgər deyirsən bunu mufrad muzakkar olmayan bir şey qəsd eləsən, misal üçün musənnə, müənnəs, yəcuz. İcazəlidir ki, hinə izin, yəni bu cür eləməkdə, yəni digər şey qəsd eləsən, muraətil ləfz və muraətil mənə. Muraətil ləfz nədir? Yəni, ləfsi mufrad muzakkardır. Sən ondan sonrakını da mufrad muzakkar gətirə bilərsən. Təqul əcəbəni mən qamə. Mən qamə. Qamə burada nədir? Mufrad muzakkardır da. Mənin özü də əslən mufrad muzakkara dəlalət edir, əslən. Yəni bunu bu cür deyə bilərsən. Amma yox, birdən sən qadın içində gətirmək istəsən, yenə mənlə istifadə edə bilərsən. Mən qamət. Və mən qamə. Və burada mən qamətdə həm muraat ləfziyyə var, burada muraat mənadır. Mənaya riayət edirsən. Mən qamədə burada muraat mənadır. Mənadır. Nə vaxt? Nə vaxt? İndi əgər özündən qabaq ikilikdə gələrsə, misal üçün desən, zəhəbə mən qamə. Yox, burada əcəbəni təkdə gətirirsənsə, sən muraat-ı ləfziyyə və muraat-ı mənəviyyə fərq eləməz, deyə bilərsən. Əgər buranı təkdə gətirirsənsə, əcəbəni. Yox, buranı sən ikilikdə gətirəcəksənsə və qadın cinsində gətirəcəksənsə, onda muraat-ı ləfziyyə icazəli deyil. Yəni sən mufrad muzakkar kimi gətirə bilmərsən. Misal üçün zəhəbət, mən qamə deyə bilmərsən. Zəhəbət, mən qamət deməlisən. Çünki artıq sən burada öndə qadın cinsində gətirmirsən deyənə. Orada sən mənaya riayət eləməlisən. Amma burada kişi cinsini təkdə gətirmirsənsə, mən qamə həm muraat-ı ləfziyyə, muraat-ı mənəyə problem yoxdur. Sonra və mən qamətə, şirədə və mən qamu, və mən qumnə, ələ həsəbə mən yunə bihmə. Yəni, mənaya görə yəni istifadə olunur. Yoxsuz, yəni yunə, yəni nə ki qəsd olunur, ona görə gətirilir. Hər bir halda birdən məndən sonra, misal üçün, deyək ki, qamə gətirdin, ümumən o cəm də başa düşülə bilər.
cəm də başa düşülə bilər. Amma yenə deyilir, öncədən qadıncısı yəni qəsd olunubsa, məndən sonra artıq qadıncısını da gətirmək lazımdır ki, məsələdə gizlilik qalmasın deyənə. Baxaq indi burada bu gətiriləcək qaydaya. Biz onu inşallah indi sxem kimi göstərərik. Burada baxaq İbn Hüseyn Rahimehullah məsələdir ki, və əmmə əsməl mövsul əmmə, yəni ümumi mənanı daşıyan ismi mövsullar ki var. Necə ümumi məna? Yəni bilinmir də müzəkkərdir, müənnəsdir, müsənnədir, cəmdədir. Fə in ra'aytəl məna fə'ti bi damir muvafiqə əv mutabiqən lil mənə ləzi turiduhu. Əgər mənaya riayət eləsən, onda ona uyğun damirlərlə gətirirsən. İzə ra'aytəl ləfz fə'ti bi damir mufrəd müzəkkər. Yox, əgər ləfzinə riayət eləsən, dedik ki, məndir, mədir, əslən zahirən mufrəd müzəkkərdir də. Onda bir damir mufrəd müzəkkər gətirsən. Fə izə qultə cəət mən əkramtuhə. Kim gəldi? Ona hörmət elədiyim. Əkramtuhə. Cəət. Bax, qadıncısında gəldi və yəni Fatimə gəlib də. Rəaytəl mənə. Mənəyə riayət elədim. Niyə? Əslində mən mufrad müzəkkərdir axı əslən. Amma burada mufrad müzəkkərə riayət eləmədik. Yəni mənasına. Çünki sən cəət dedin. Və burada hu damiri qayıdır cəətə. Və izə qultə cəə, baxın, bax, kişi cinsində gətirdi. Cəə, mən əkramtuhu və əntə turidu cəməə. Sən, yəni ümumi cəmi istəyirsən də, və burada hal valıdır. Cəmi nəzərdə tutduğun halda, fəqəd rəaytəl ləfz, yəni bu cür gətirsən, sən artıq, baxmayaraq ki, cəmi niyyət eləmirsən, sən mufrad müzəkkərə riayət elədin. Əkramtuhu. Burada problem deyil, yəni cəm kim başa düşmür. Və izə qultə cəə mən əkramtuhu rakibən, və artı sən rakibəni gətirməklə təkdə gətirdin axı. Fəqəd rəaytəl ləfz vəl mənə. Həm ləfzə riayət elədin. Əkramtuhu. Burada onu. Həm də mənanı qəsd elədin ki, yox, mən burada sırf yəni təki nəzərdə tuturam. Sonra və qəd yətəayyənu damir bihəsəbi siyaq. Siyaqa görə damir təyin olacaq. Bəzən deyir, yəni o cür ola bilir. Ləv qultə, yəni bu cür caiz olan tərəfin dedi. Sonra dedi ki, siyaqa görə damir təyin olacaq. Cəəni mən ərda'a. Ərda'a. Fəhuvə sahihun. İz e'təbərnən ləfz. Və ləv qultə cəəni mən ərda'at e'təbərnən məna. İtibarlı məna. Və izə qultə cəən mən qamə və humə ithnani. Yəni burada ləfsə də bəzən riayət edin cəəniyə görə. Bu sahihdir, ləfsə görə. Və ləv qultə cəən mən ərdaat, yanıma gəldi. Yəni süd verən də. Burada sən mənaya neynədin? Etibar etdin. Amma burada kişi cinsində gətirdin də. Və izə qultə cəəni mən qamə və humə ithnən. Birdən belə desən, onlar 2 nəfərdir. Yasuhu bi etibar ləfz. Etibar cəhətdən, ləfzə etibar cəhətdən problem deyil. Problem deyil. Cümlə nədir? Sahihdir. Cəəni mən qamə. Amma onlar 2 nəfərdir də. Və izə etibarəl mənə təqulu cəəni mən qamə. Amma sən mənaya etibar eləsən. Mənanı nəzərdə tutsan. Da mən ləfsi nəzərdə yox. Ləfs mufrad müzəkkərdə. Onda sən 2 nəfəri deyirsən. Amma biz bilmirik də sən 2 nəfəri nəzərdə tutursan. Sən cümlə kimi istifadə eləməyin problem deyil. Amma deyir və izə etibarəl mənə, sən mənaya riayət eləsən, yəni qaməni qamə kimi gətirsən, ləfsə etibar eləməsən,
fətübəyyin. Onda məsələ deyir daha aydın olur. İndi deyir ki, İbn Hüseyin rahimehullah və izə qalə qail həl yəcuzən yu'təbərə lafz mə'a xifayil məna. Yəni caizdirmi ki, mən sözünün o mufrad muzakkarına etibar edərək yəni nəzərə alaraq. Burada etibar bizim o Azərbaycan dilində etibar güvənmək tam o nəzərdə tutulmur. Düzdür, o mənan payı var, amma o nəzərdə tutulmur. Yəni riayət edərək və mənanı gizlətmək olar. Əl-cavab la yəcuz, olmaz. İllə idə qusnəl umum. Yalnız nədir? Yoxsa deyir, yəni onda ümumi qəsd olunacaq da. Və lihəzə idə kuntə turid ən tubəyyinəl məna, mənanı açıqlamaq istəyirsənsə, fələ buddən tə'ti bi damir mutabiq. Yəni sən uyğun bir damir gətirməlisən. Və ləv qultə, misal üçün deyirsən ki, əkramtu, hörmət etdim, mən ərdağa vələdəhu, uşağına süd verənə. Və həzə ləfz ləqulnə hünə lə yunəsibu illə ən təqul ərdaət həttə tübəyin mənəb. Deyir ki, bu münasib deyil də. Çünki qadından söhbət gedir. Sən əgər desən ki, ərdaət valədəhu desən, onda nədir? Başa düşüləndir. Yaxşı, indi baxaq 97-ci beytə. Və cümlətun əv şibhuhə əlləzi vusil bihi kəmən indəlləzi ibnuhu kufil. Kufilət də bu əslində. Yəni deyir ki, əlləzi, burada əlləzi mübtədadır. Əlləzi mübtədadır. Cümlə xəbərdir. Cümlə xəbərdir. Şibhü cümlə də xəbərdir bu atfla. Deyir ki, əlləzi cümlədir. Əlləzi necə cümlədir? Ki, mənası buradadır. Əlləzi vusilə bihi kullu vahidin min mevsulət sabiq zəkrəmə cümlə əv şibhü cümlə. Yəni, əlləzin cümlədir. Necə cümlədir? Bir də şübhü cümlədir. Vusilə bihi. Yəni, o şibhü cümlə ilə və yaxud da cümlə ilə, yəni hansı cümlə, yəni ismi cümlə və yaxud da feili cümlə ilə sıla eləyirsən. Yəni, əlləzi sıla olunur, yəni cümlə ilə və yaxud da şibhü cümlə ilə, onun yəni sılası bu cür düzəlir. Necə ki, indi burada bir misal gətir, maraqlı misaldır. Mən indilləzi ibnuhu kufil. Bax, burada mən əslində əlləzidir. Yəni, əlləzi indi. Bax, bunlar özü-özlüyündə, ümumiyyətlə bu cümlə özü-özlüyündə kəyə görə fi məhəllə cərdir. Yəni, kəyə görə. Bunu qoyduq qırağa. Burada deyir ki, mən o kəs ki, indi, yanımdadır. Bax, bu müftadadır özü-özlüyündə. Buradakı əlləzi isə bu müftadanın xəbəridir. Bax, bunun xəbəridir. Sanki cümlə belədir. Əlləzi indi, əlləzi ibnuhu kufilə. Bu sadəcə İbn Məlik rahmehullah gör necə ustalıqla, yəni belə bir cümlə gətirib. Həm şibhi cümləni gətirib. Şibhi cümləyə misal gətirib. Yəni sıla, yəni mənin sıləsi şibhi cümlədir, indi. Həm də sılanın ismi cümlə formasını gətirib. Yəni İbnuhu kufil əlləzinin sıləsidir, amma ismi cümlə formasında. Amma burada indi sılədir. Mənin sadəcə şibhi cümlə formasında. Və ümumən bu cümlənin özü də bir məna daşıyır. Yəni, əlləzi indi, əlləzi ibnuhu kufil. Bunun da belə tərcümə olar. Mənim yanımda olan oğlu himayəyə götürülmüşdür. Belə də demək olar. Ya da ki, kim ki yanımdadır, oğlu himayəyə götürülən kəsdir. Hər bir halda bizim burada diqqət yetirəcəyimiz şey, yəni sılanın necə şibhi cümlə olması, bir də ismi cümlə formasında olmasıdır. Bu ibnuhu da ki, ismi cümlədir, yəni mübtəda xəbərdir, ibnu mübtədadır, kufilə xəbərdir, öz-özlüyündə bunlar. Öz-özlüyündə bunlar xəbərdir, mübtəda xəbərdir. Və burada indidə, yəni damir aid nə var?
dedik ki, ümumi feillərdən istifadə eləmək olar. İstəqarra, yakunu və yaxud da ki, yucət. Bir də qardaşlar, çalışın əlləzidən sonra şibhi cümlə gələrsə, yəni orada istəqarra, yakunu, yəni elə bil ki, təqdirdə götürməyi elə bil ki, qayda kimi, düstur kimi mənimsəyin. Niyə? Biz deyirik axı, şibhi cümlə mütəalliqdir nə ilənsə. Ya feillə, ya feilin işini görən şibhi cümlə mütəalliqdir. Amma tez-tez deyir ki, misal üçün kəinun, mustaqirun zad belə dedik. Amma bu kəinun ismi faildir. İsmi faildir, isimdir. Bu əlləzidən sonra gələndə biz kəinun, mövcudun bunları mütəalliq eləyə bilmərik. Eləyə bilərik, məsələ uzanmayacaq. Ondan sonra deyirik ki, əlləzidən sonra sən təqdirdə nəsə mütəalliq fikirləşmək istəyirsənsə, deyirik ki, orada istəqarra, yəstəqirru və yaxud da ki, kənə yakunu olacaq. Niyə? Axı dedik, ism mövsullardan sonra gələn silə cümlə olmalıdır. Sən də indini, şibhi cümləni, sən feilə yəni mütəalliq eləyəndə, yəni yakunu olanda artıq əlləzi səndən əl çəkir. Deyir ki, feili cümlə gətirdin. Amma sən əlləzi indi, istəyir burada mən indi olsun, əlləzi indi olsun. Əlləzi indi, onların arasında kəinun desən, yəni əlləzi kəinun indi. Əlləzi deyəcək ki, hanı bəs mənim silə olan cümləm? Sən deyirsən kəinun indi. Deyirsən xeyr, kəinun özü xəbərdir. İndi get bir dənə də mübtada gətirmək üçün. Deyirsən hə, əlləzi huva kəinun indi. Sən başladın bir dənə də ortaya mübtada çıxartmağa, huva çıxartmağa. İsmi cümlə düzəltmək istəyirsən də. Ona görə işgələ salınır burada adam. Yəni iki dənə məhsuf olur. Sən desən ki, əlləzi indi də kəin düşüb, onda deyirsən ki, huva da düşüb, kəin də düşüb. Ki bir ortaya bir tam ismi cümlə qoymaq üçün. Ondansa əlləzidən sonra yaxşıdır ki, çünki əlləzinin deyək ki, xasiyyəti tündür da. Ondan sonra bir həsf daha yaxşıdır ki, təqdirdə eləmək. Yəni irab üçün, irab asan olması üçün deyirsən ki, yəni orada feil düşüb. Feil düşüb yox, feillə mütəalliqdir. İstəqarra və yaxud da yakunu yucəd misal üçün bu cür. Düzdür, İbn Məlik Rəhməllah indi gələcək beytlərində götürəcəyik ki, orada yəni kəinun da deyir, istəqarra deyir. Sadəcə kəinun icazəlidir, amma iki dənə həsf olunacaq da. Yəni çünki sən onda cümləni tamamlamalısan. Yəni mütəalliqlərin hamısını tam etməlisən. Hər bir halda gəlin inşallah buranı oxuyaq, görək, çatdırarıq. Yəni vaxt çox uzun olmasın. Sonra inşallah biz öz sxemimizə baxaq. Sülətül mövsul la təkun illə cümlətən əv şibhi cümlə. Aydındır bura. Nə'ni bi şibhi cümlə əz-zarf vəl-cər vəl-məcrur. Şibhi cümlə dedikdə biz zarf və cər məcrur deyirik və şibhi cümlə niyə şibhi cümlə adlanır? Tam cümlə deyil, onun gərək mütəalliq olmalıdır ki, o tam olsun. Yəni cümləyə oxşar deyirlər də. Və hədə fi qeyri siləti əlif və ləm. Amma bu əlifləm olan mövsulə ki var ha, ona aid deyil. Ona aid deyil. Yəni onun sılasına aid deyil bu deyəcəyimiz. Əlifləmlə olana nə dedik? Dedik ki, vasf olmalıdır da orada. Vasf deyəndə qardaşlar nə ad deyilmir ha. Vasf başqa şeydir, sifat başqa şeydir. Vasf deyəndə nəfçilər nəyə nəzərdə tutulur? Muştaqları. Neçə dənə muştaqları var idi? 9. Yəni əsasən bu sılədəki vasflar nəzərdə tutulur. İsmi faillər, ismi məfullər, bir də sifəti müşəbbəhələr. Bəzən onlar da nəzərdə tutulur. Misal üçün fəal vəznində olan və ya da fəil vəznində olanlar. Çünki onlar əslində ismi faildən törənir baxın sifəti müşəbbəhə. Ona görə. Amma ismi tafdillər
bu məsələdə ismi təfdirlər nəzərdə tutulmur. Baxmayaraq ki, müştaqdır. Yəni çünki təəccüb məsələlər var orada. Və səyəti hukmuha onun deyir məsələsi sonra gələcək. Və yüştəratu fil cümlətil mevsulə bihə thələthətu şurut. 3 şərt var. Əhəduhuma. Yəni bu sılə olması üçün və cümlə olması üçün 3 şərt var. Əhəduha. Ən təkuna xəbəriyyə. O cümlə xəbərə cümlə olmalıdır. Xəbərə cümlə nə deyirlər? Yəni nam və lə cavab olur. Hə, deyirsən ki, huva mudarrisun. Deyə bilərsən nam və yaxud da lə. Aydındır? Amma sən inşa cümləsinə, tələb cümləsinə onu deyə bilmirsən. Misal üçün deyir ki, idhəb. Orada nam və lə yoxdur deyənə. Ən təkuna xəbəriyyə. Yəni xəbər cümləsi olsun. Səni kovnuha xaliyyətən min mənə təəccüb. Təəccüb mənasından xali olsun. Yəni elə olmasını gətirəcək bir misallar. Sadəcə cümləni oxuyaq. Səlith, üçüncü, kovnuha qeyrə muftəqiratin ilə kələmi qabləhə. Yəni özündən əvvəlki cümləyə ehtiyac olmasın. Özündən əvvəl cümləyə ehtiyac olmasın. Yəni sən əlləzidən sonra cümlə gətirirsən. O cümlənin özü əvvələ ehtiyacı olmasın. Misal üçün, sən deyirsən ki, əlləzi ləkinnəhu zəhəbə. Ləkinnəhu özü elə cümləyə ehtiyacı var. O necə cümləni tamamlasın ki, bir əlləziyə bir sılədə olsun. Aydındır? Yəni, özündən əvvəlki cümləyə ehtiyac olmayan olsun. Gətirəcək buradandır. Və uxturizə bil xəbəriyyə. Xəbəriyyə deyəndə min xeyrihə. Ondan digərləri uxturizə, yəni kənara qoyulur. Nə də olar? Vahiy tələbiyyə, tələb cümlələri, tələb, bir də inşaiyə. İnşaiyə tələbiyyə, inşaiyə misal üçün deyək ki, sual cümlələri, həllə, əllə başlayan. Tələbiyyə də dedik ki, əmr və nəh cümlələri. Əslində bəzən inşaiyə ilə tələbiyyə içində gedir. Fələ yəcuzu cəənilləzi idribhu. Yəni, kim gəldi? Vur onu, gəldi. Yəni, belə şey olmur da. Xilafən kəsəyi. Kəsəyi deyir ki, ola bilər. Orada da o təqdirzat gətirəcək. Yəni, kisəyə müxalif olaraq. Sonra və lə cəənilləzi leytəhu qaim. Gəldi deyir, kim? Kaş ki o deyir, duraydı və yaxud da yaşayaydı. Yəni, o gəldi. Deyir, bu cürdə olmaz, amma xilafən Hişam. Hişam hansı Hişamdır? Bir Hişam deyil, başqa Hişamdır. Yəni, o Hişam icazəli görür. Və uxturizə bi xaliyyətin min mənə təəccüb. Xaliyyət min mənə təəccüb dedikdə nə çıxır? Min cümlətin təəccüb. Təəccüb cümləsi nədir? İstisna edirik. Fələ yəcüz cəənilləzi mə əhsənəhu. Yəni, bu cür demək icazəli deyil. Kim gəldi? Nə qədər gözəldir o gəldi. Yəni, məntiqlə oturmur da. Və in qulnə innəhə xəbəriyyə. Biz ki, innəhə xəbəriyyə buna aiddir, üzr istəyirəm. Deyir ki, fələ yəcuzu cəənilləzi mə əhsənəhu. Bu cür olmaz. İn qulnə innəhə xəbəriyyə. Baxmayaraq ki, biz mə əhsənəhuya xəbəri cümlə deyirik. Amma, yəni, oturmur məntiqdə. Və uxturizə bi qeyri muftəqiratin ilə kələmi qabləhə deyəndə, kələmin qabləhə deyəndə ki, özündən əvvəlkinə ehtiyac olmasın, yəni möhtac olmasın bir nəsə cümləyə. Minnəhu misal üçün cəənilləzi ləkinnəhu qaimun. Fə innə hədihil cümlə, yəni bu cümlə ki var, ləkinnəhu qaimun cümləsi neynir? Təstəd'i səbqa cümlətin uxra. Yəni, öndə başqa cümlənin öndə olmasını istəyir. Bundan öncə başqa cümlənin nədir? Gəlməsini istəyir. Nəhvə qamə, nəhvə mə qadə zeydun, ləkinnəhu qaimun. Yəni, ləkinnəhudan mə qadə zeydun kimi bir cümlə gərək quraq. Yəni, cəənilləzi mə qadə zeydun, ləkinnəhu qaimun, yəni, belə bir şey olacaq. Yəni, bu cür deyir olmasın.
Yəni bu cürdə olmasın. Və yüştəratu fi zərf vəl cər vəl məcrur ən yəkuna təmmin. Və zərfdə də, cər məcrurda da şərtdir ki, nə olsun? Cümlə tam olsun. Yəni sən hər zərfləri, misal üçün deyirsən ki, cəəlləzi əmsi. Əmsi zərfdə axı. Amma məna oturmur axı. Məna tamamlanmadı. Aydındır? Həmçinin də cər məcrur da hər cər məcrura deyilmir. Yəni məqsud. Əl-mə'niyyu yəni məqsud. Bit-təmmi. Yəni qəsd odur ki, tamamlansın. Ən yakuna fil vasli bihi faidə. Yəni orada vasl eləməklə, yəni silə olmasında bir fayda olsun. Cəəl-ləzi indək vəl-ləzi fid-dar. Yəni cəəl-ləzi fid-dar. Vəl-amil fihimə fi'lun məhsufun vücubə. Bəs bunların amili nədir? Yəni cər məcrur, zərf, burada amil olmalıdır axı. Ha? Zərf nədir? Sən orada iş görməlisən də, feilən bir iş görməlisən. Fiddərdə də. Ona deyirlər ki, mütəlliq də, yəni zərf də, cər məcrur da mütəlliq olmalıdır. O mütəlliq olunan şey amildir. Bunların amilidir. Bəs hanı bunların amili? Deyir ki, feildir. Bax demir ha, ismi fail. İbn Aqil deyir də bunu. Deyir feildir və ismi fail ola bilər. Yenə dedik ki, məsələ uzanacaq onda. Feildir, məhsufdur, düşüb, vücubə. Vacib o. Niyə vücubə? Çünki ərəblər belə işlədir də, düşürdü. Həmişə nədir? Həsb eləyiblər. Misal üçün, və təqdir, cəəlləzi istəqarra indək. İstəqarra indək. Bu ümumidir. Amma yox, sən misal üçün öz hansısa bir feilin niyyətində varsa onu deyə bilərsən. Şərtdə ki, istəqarran deyəsən. Onda üzə çıxar. Denən ki, cəəlləzi səkənə indək. Səkənə indək. Yox, üzə çıxardmırsan, sən umumi deyirsən ki, yanındakı, onda elə bil ki, həsf eləcəklər. Həsf eləyirsən və təqdirdə də istəqarradır. Əv əlləzi istəqarra fiddəri. Yəni, am olanda düşürdürsən, xas olanda, sən nəyisə həqiqətən o feili birbaşa çıxardmaq istəyirsənsə, onda çıxardırsan. Amma am olan mənaları düşürdürsən. Əlləzi istəqarra fiddəri. Həmçinin burada da. Burada da və əlləziyə burada qayıdan damir var. İstəqarranın içində huva qayıdır. Əlləzi təkdir axı. Aydındır. Birdən əlləzən olsaydı bu nə olardı burada? İstəqarra olmalıydı. Aydındır. Əlləzən olsaydı istəqarra. Birdən əlləzinə olsaydı istəqarru. Yəni cəmdə olmalıdır. Dəmir aid olmalıdır. Fə in ləm yəkunə təmmeyn. Yəni məna tamamlanmasa, ləm yəcüz əl-vasl bihimə. Onda vasl olması caiz deyil. Fələ təqul demirsən ki, cəəlləzi bikə. Və lə cəəlləzi əl-yevmə. Və yaxud da ki, cəəlləzi əmsi. Bu cür demirsən. İndi burada baxırıq silətül mövsul sxemi. Cümlət şurutuhə, cümlə var, şərtlər nədən? Təkunə xəbəriyyə olsun. Kovnuha xaliyyətən min mənə təəccüb olsun. Sonra kovnuha qeyri muftaqiratin ilə kələmin qabləhə olsun. Sonra şibhi cümlə olarsa zarf və cər məcrurdur. Və yüştəratu fihim ən yakuna təmmeyn. Burada da tam olsun. İndi gəl dediyim bu digər bir sxemə baxaq. Deməli, baxın burada YouTube-dakı bir dərsdən skrin olunub. Tam yəni keyfiyyəti çox zəifdir. Hər bir halda inşallah indi mən burada yazılanları oxuyacağım. Siz özünüz bunu köçürdə bilərsiniz. Burada beyti gətirib və cümlətin əvşibhəlləzi vusilə bihi kəmən indi əlləzi ibnuhu kufilə. Baxın, burada indin altında şibhi cümlə silətil mövsulə deyib. Deyir ki, yəni həmin bunun mənin şibhi cümləsidir, siləsidir. Sonra burada cümlətül ismiyyə silətil mövsulədir, əlləzinin. Əsas məsələ inşallah bura baxaq. Silətil mövsulə deməli bölündü nəyə? Cümləyə, bir də şibhi cümləyə.
şibhi cümləyə. Cümlə özü xəbəriyyə olsun, leysə təəccüb olmasın. Bir də lə təhtacu ilə kələmin qabləhə. Yəni ləkinnə kimi istifadə olunmasın. Və cümlənin özü də ismi və feili cümləyə bölünür. Gətirib burada cəəlləzi Sövbuhu nazifun. Paltarı təmiz olan. Yəni sövbuhu nazifun özü ismi cümlədir, mübtəda xəbəri öz yerindədir. Sonra cəəlləzi yaktubul vacibə. Tapşırıqlarını yerinə yetirən gəldi. Yaktubu da feili cümlədir. Burada da huva qayıdır əlləziyə. Burada sövbuhu hu qayıdır əlləziyə. Damir aid var. Sonra cər məcruru gətirir. Cəəlləzi fi əl-faslə. Fil faslə. Burada da təqdirdə yucəd, yəstəqirru, yakunu kimi feillər ola bilər. Sonra zərf gələ bilir. Cəəlləzi indək. Burada da yəni dedi ki, yəni istəqarra zad, yəni qoyula bilir bu kəlmələrdən. Sonra əl-vasf gələ bilər. Vasf gələ bilər. Vasf nədir? İsmi fail və ismi məful. O da nə vaxt olur? Yaqavu silatı bi li əl olan hansı ki mövsüm mənasının əldən sonra gəlir. Yəni bunlarda yəni ismi fail, ismi məful olması yəni şərtdir. Cəə əl-katibu. Yəni yazan gəldi. İnşallah yəqin bu sxemin də yəni faydası olar. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ente, estağfiruka və etûbü ileyk.